Salam, ətraflı yazılı cavab tələb olunan tapşırıqlar sual 11-dən sona tək baxacağıq. Maddə miqdarı Avogadro qanununa aid test tapşırıqlarıdır. Bizə verilib X üzü maddəsi. Maddə miqdarı deyir moldur, yəni bunu 0,2 mol götürək. Elementlərin kütləsi, baxın, 4,8 qram karbon, 0,4 qram hidrogen və m qram oksigen var. Bizə deyir X maddəsinin nisbi molekul kütləsi 90 olarsa, m-i hesablayın. Gəlin birinci baxaq görək, biz burada 1 mol maddəmizdə neçə qram karbon, hidrogen və oksigen var. Bunu müəyyənləşdirək. Bunun üçün nə etməliyik? 0,2-ni gətirməliyik 1-ə. 0,2-ni 1-ə gətirmək üçün 5-ə vurmaq lazımdır. Və yaxud da belə edək. 0,2-ni də 0,2-yə böləndə cavabımız olacaq 1. 0,2-ni 0,2-yə böləndə 1 mol X tapdım. Burada da 4,8 qram karbonu böləcəm 0,2-yə. Alındı 24 qram karbon. 0,4 hidrogeni böləcəm 0,2-yə. Alınacaq 2 hidrogen, 2 qram hidrogen. Burada da M-i 0,2-yə bölüb oksigenin miqdarını tapmış olarım, kütləsini. İndi baxın. Bizə nə verilib? Deyir ki, X maddəsinin nisbi molekul kütləsi 90-dır. Biz axı bilmirik burada karbondan neçə hidrogenden neçə oksigendən neçədir. Ona görə nə edirdik? Nüyünü tapanda kiçik m-i böyük m-ə bölürdük. Kiçik m, onun bizə verdiyi bu 24, 2 və yaxud da m bölü 0,2-dir. Böyük m isə molyar kütləsi, m-ri, ayrı, bax bunlar nəzərdə tutulur. Burada da elementdən söhbət getdiyinə görə nisbi atom kütləsi nəzərdə tutulur. Karbonun sayını tapmaq üçün 24-ü bölürəm, nisbi atom kütləsi 12 oldu 2. Demək karbonundan 2. Hidrogenin sayını tapmaq üçün 2-ni kütləsini bölürəm nisbi atom kütləsinə. 1 oldu 2. C2, H2. Oksigende də nə edirəm? Baxın. M böl 0,2-ni bölürəm nəyə? Nisbi atom kütləsi 16-ya. Onda məxrəcə düşəcək 16. O da nə qədər oldu? M böl 3,2. Sayını M böl 3,2 olaraq yazacağım. Və molyar kütləm 90-a bərabərdir. Gəlin bunu hesablayaq. 2 vur 12, 24. Üzərinə gəldim 2. Üzərinə də gəldim 3,2 də m vurulsun 16. Baxın, 90-a bərabər oldu. Bu hissədən 10-a vursam 16 ilə 32 ixtisar gedər 2. 10 m-i də 2-yə böləndə 5 m oldu. Demək mənim 5 m-im bərabərdir 90 çox 26. 5 m bərabərdir. Burada 4, 64. M-i də tapanda nə oldu? 5-ə böləndə düşəcək 12,8. Demək mənim m-im necə imiş? 12,8 qram imiş. Sonra nə deyir? X maddəsinin formulunu tap. X maddəsinin formulunu tapanda fikir verin. X maddəsinin formulu bu şəkildə idi. Orada oksigen nə qədər idi? M böl 3,2 idi. İndi biz m-in yerinə 12,8 yazıb 3,2-yə böləndə nə alacağıq? 4. Demək ki, formulumuz C2H2O4 şəklindəymiş. Sonra burada da C2H2O4 deyəndə bu üzvü birləşmə dediyinə görə COH kimi yazırıq. Növbəti sual 12-ci sualdır. Gəldik XSO4 vur N molekul H2O yazdıq. Deyir 12,8% kükürt, 36% su var. Kükürdüm 1 dənədir, kütləsi 32 qramdır. Ona 12,8% uyğun gəldi. Suyum nə qədərdir? Baxın, 18 ml-dir belə deyək. N də sayı 18 vur N. Qrama da uyğun gələcək 36%. Buradan hesablayıb 18 ilə 36-nı ixtisar aparsaq burada 2 qalar. Demək 12,8 vur n bərabər olar nəyə? 32 vur 2, 64-ə. Buradan da n-i hesabladığım zaman ixtisar getdi. N-i tapdım 5. Demək mənim formulum necə imiş? Burada n-in yerində 5 var imiş. Belə yazım. İndi nə deyir? Deyir ki, n-i tapın, n-i tapdıq oldu 5. X-in nisbi atom kütləsini hesablayın. X-in nisbi atom kütləsini hesablamaq üçün mənə ümumilikdə molyar kütlə lazımdır. Bəs onu necə tapaq? Yəni, kükürt 32 qramdır, 12,8% uyğun gəldi. Bəs yaxşı, ümumi molyar kütləm, M-rim nəyə uyğun gəlir? O da 100%. Molyar kütləni tapsaq buradan nə olacaq? Bu hissəni də ona vursam, bu hissəni də ona vursam, indi mənim hesablamam belədir. Siz necə hesablaya bilirsinizsə, elə gedin. 1000 də 4-ə böləndə 250 oldu. Demək, mənim ümumi molyar kütləm 250-yə bərabərdir. Birləşməm nə idi? XSO4 vur NH2. Molyar kütləni hesablayaq. X üstə gəl 32, üstə gəl 4 vur 16, 64, üstə gəl 18 vur N. Bərabər oldu 250. İndi X-i buradan tapaq. N-in də yerinə nə yazırıq? 5 olduğuna görə, N-in də yerinə burada 5 olduğuna görə, N 18 vur 5, bu da nə qədər eləyəcək? 90. İndi hesablayaq bu hissəni. Cavabı 64 tapdım. Sonra 13-cü suala keçirik. Deyir, qarışığın tərkibi azot və helium qazlarından ibarətdir. Kütləsi m qramdır və qaz qarışığının orta molyar kütləsi x-ə bərabərdir. X-i hesablayın. Bu qaz qarışığında olan heliumun kütləsini 2 dəfə artırsaq, qarışığın orta molyar kütləsi neçə dəfə azalır? Gəlin baxaq. Demək, bizə verildi kütlələr m. İkisinin də kütləsi m-dir.
eyni bir kütləyə gətirsəm, tutaq ki, bunun maliyyə kütləsi 28-dir, bunun da maliyyə kütləsi 4-dür. Mən də bu m-i təqribi götürüm 28. 28 götürsəm, burada 1 mol götürməliyəm mazotdan. 7 mol da götürməliyəm helyumdan. Baxın, normalda əvvəlki testdə izah elədiyim kimi, bu 28 də ola bilər, 56 da ola bilər, yəni rəqəm fərqli ola bilər. Ancaq orada biz mol nisbətini tapanda 1-in 7 olacaq. Və burada qarşıda x olmalıdır. Axı mən bilmirəm, 28 götürmüşəm, 56 götürmüşəm. O götürdüyüm rəqəmi bu daha böyük bir rəqəm də ola bilər. Onu ixtisar aparandan sonra mol nisbəti 1/7 kimi olmalıydı. Yəni molunu tapandan sonra mol nisbətləri 1-in 7-yə kimidir. Ancaq yenə deyirəm, hər hansı bir rəqəmə ixtisar aparandan sonra ən sadə halı oydu. Burada indi neyini? X-lərim sonda ixtisar gedəcəyinə görə X-ləri mən yazmıram. Yəni 1 və 7 kimi yazıram burada. İndi gəlin görək, qaz qarşının orta maliyyə kütləsi nə qədər olacaq? Onda 1-i vuraq 28-ə. Üzərinə gələk 7 vur 4. Böl mollar cəmi 1 üstə gəl 7 oldu 8 o da. Və bərabər edirəm. 28 üstə gəl 28 oldu 56. 56-nı da 8-ə böldüyüm zaman cavab tapdım 7. Demək ki, mənim orta maliyyə kütləm nəyə, qazlarımın orta maliyyə kütləsi nəyə bərabər imiş? 7-yə. İndi görün bizə nə deyir? Deyir ki, burada bu qaz qarşılığında olan helyumun kütləsini 2 dəfə artırsam. Bayaqdan biz helyumu nə qədər götürmüşdük? 28 götürmüşdük də hər ikisinin kütləsini, düzdürmü? İndi helyumun kütləsini 2 dəfə artırıram. Helyumun kütləsi oldu 56. Bu 56 olanda helyumu neçə mol götürmüşəm? Baxın, onun molunu tapmaq üçün düsturumuz var axı. Nü bərabərdir m böl m düsturu. Burada m-in yerinə 56 yazıram. Bir dəqiqə yaza bilmədim. Böyük m-in də yerinə nə yazıram? Ayrı. Və burada 56-nı 4'e böldüyüm zaman cevap düşür 14. Yəni növünü 14 tapdım. Demək ki, mənim onda 1 mol azotum var. 2 dəfə də kütləni artıranda 14 mol da helyumum oldu. Deyir, indi qarşının orta maliyyə kütləsi neçə bazalar? Gəlin bunun orta maliyyə kütləsini tapaq. Birincini 7 tapmışdıq. Görək neçə olacaq burada? 1 vur 28. Üzərinə gəldik 14 vur 4. Üstə gəl 1 üstə, daha doğrusu böl 1 üstə gəl 14. Buradan da hesablayanda 28 üstə gəl 56 böl 15. Nə qədər oldu? Bu üstə 4. Dəqiqə hesablayayım mən. Dayandım. Baxın, burada cavab tapdım 5,6. Demək, mənə də deyəndə ki, qarşının orta maliyyə kütləsi neçə dəfə azalır? Birincini mən 7 tapmışdım, düzdürmü? 7, ikincini isə 5,6 tapmışam. Neçə dəfə azaldığını tapmaq üçün 7-ni 5,6-ya bölək. Burada da demək alınacaq, ona vursam hər iki tərəfi. Yaxşı, 7, 8-də 10. Onu da 8-ə böləndə 1,25 olur cavabımız. Keçək növbəti suala 14. Burada bizə nə verib? X3, N2. Deyir ki, kütləsi m-dir, atom sayı 10 NA-ya bərabərdir və digərində də yenə kalsium karbonat verilib. Nə deyir? Kütləsi m-dir və atom sayı 10 vur NA-ya bərabərdir. İndi baxaq, x elementinin nisbi atom kütləsini və m-in qiymətini hesablayın. Burada nə edirik? M-in yerinə kütlə deyir də 3 vur x üstə gəl 28 yazırıq. Burada isə neçə atom var? 5. 5 vur NA yazacağım. İndi bu hissəyə baxıram. Kalsium karbonatın maliyyə kütləsi bu 40, 12. Bu da 48, 12, 48, 60 üstünə də 40 gəldiyimiz zaman 100 oldu. 100-ə də uyğun gəlir nə? Neçə atom var? 5 dənə. 5 vur NA. İndi baxın, əslində bu hissələr bərabərdir. Biz bunu birbaşa da işləyə bilərdik. Ancaq bütün məsələlərdə tənasüb qrup getdiyimə görə, onlarla ixtisar apardığıma və yaxud da ki, bir-birinin nisbətini tapdığıma görə bunu da istəyirəm ki, yeni qayda ilə işləyim ki, tək bir qayda üzərində gedək. Baxın, buradan bizim 10 NA-mızla 5 NA-mız ixtisar getsə burada 2 qalar. Onda nə yazarıq? 3x üstə gəl 28 bərabər olar nəyə? M böl 2-yə. Burada da gətirib baxın, bunları ixtisar aparsaq, burada 2 qalıraq. M-i nə tapmış olaraq? M-i tapmış olaraq 200. İndi gətirib burada tapdığımız bu 200-ü burada yerinə qoysaq. 200 böl 2 oldu 100. Demək, mənim maliyyə kütlələrim bərabər idi. 3x üstə gəl 28 bərabərdir 100-ə və buradan 3x bərabərdir 72, x-də tapırıq nə qədər? 24. X-in maliyyə kütləsi nəyə bərabər imiş? 24-ə. M-də nə qədər tapdıq? M-i də 200 tapmışıq. Sonra keçirik növbəti tapşırığa. Burada baxın, 15-ci sualda nə deyir? Qaz qarşığının tərkibi hidrogen və oksigendir. Qarşığın kütləsi 400-dür, qarşığın orta maliyyə kütləsi 8-dir. Baxın, burada mən bilmirəm neçə moldur, x mol, bunda y moldur. Qarşığın deyil kütləsi 400-ə bərabərdir. Kütləni tapmaq üçün neyinirdik? 2 vur x hidrogenin kütləsi, 32 vur y-də, oksigenin kütləsi cəmlədik 400 olacaq. Aşağıdan yazıram, 2x üstə gəl 32 y bərabərdir 400. Bir də orta molekülər kütləyə görə indi x-lə y-i bir-birinə bağlı tapacağım. Orta molekülər kütləni tapanda nə etməliydim? Növ1 m1 üstə gəl növ2 m2 bölünsün növ1 üstə gəl növ2. 2 vur x üstə gəl 32 vur y böl x və y-in cəmi bərabər oldu nəyə? 8-ə. Buradan da 2x zərb üsulu ilə də getmək olur. 32y bərabərdir 8x üstə gəl 8y. Buradan da tapanda 6x-imiz bərabər olacaq 24y, x-imiz bərabər oldu 4y. Yəni x-i harada görsəm, onun yerinə 4y yazacağım. Gəlin baxaq. 4y yazıram x-in yerinə. Baxın,
Burada getirip x'in yerine 4y yazsam, onda 2 vur 4y üstə gəl 32y bərabərdir 400. Burada da 8y üstə gəl 32y bərabərdir 400. Y də bərabər olacaq 10-a. Əgər y-imiz 10-dursa, oksigenimizin miqdarı baxın 10-dur. Hidrogenimiz də 4y bərabər imiş, 40 imiş. İndi bizdən nə istəyir? Bizə deyir ki, güldayıcı qaz qarşılığı alınması üçün 2-nin 1 nisbətində olmalıdır. Hidrogenlə oksigenin mol miqdarı da belə deyək. Burada birində 40-dır, birində 10-dur. Fikir verin, biz 2-nin 1 nisbəti olması üçün nə etməliyik? Burada demək ki, 20 götürməliyik oksigeni. Bu 40, 20-dən gördünüz 2 dəfə artıq oldu. 20 mol oksigenimizin olması üçün bizə nə qədər oksigen lazımdır? 10 varımızdır. Demək ki, əlavə olaraq 10 mol oksigen lazımdır. Yaxşı, onda bu neçə qram olur? Nü bərabərdir. M böl M düsturundan istifadə etsək, nünün yerinə 10 yazırıq. M-in yerinə molyar kütlə 32 yazırıq. Burada da kiçik M-i tapanda nə olacaq? O da bərabər oldu 320-yə. Demək, bizə əlavə lazım olan oksigenin mol miqdarı 10 mol oldu və bu da 320 qram hesabladıq. Sonra gəldik 16-cı suala. Burada nə deyir? Cədvəli tamamlayın, azalır, artır, dəyişmir ifadələri. Qaz qarşılığının tərkibidir. Bura fikir verin. N mol CO2 var, N mol da oksigen var. Nö1 M1 üstəgəl nö2 M2 bölünsün nö1 üstəgəl nö2 düsturundan istifadə edək. Burada CO2-nin molyar kütləsi 44-dür. 44-ü vurduq N-ə. Üzərinə gəldik, 32 vur N. Böldük N üstəgəl N, yəni 2 N-ə. Bərabər oldu nə qədər? Bu oldu, demək 44, 32, 76. 76 N-i də 2 N-ə böləndə tapdıq 38. Deyir, qarşığa azot əlavə edən zaman orta molyar kütlənin dəyişməsi. İndi bu 38-dir. Əgər 38 olana, tutaq ki, bunu 1 mol götürmüşəmsə, 1 molda azot əlavə edirəmsə, 1,28 2-yə böləndə bu nə qədər olacaq? Yəni hesablayaq, demək 66 oldu, düzdürmü? 66-nı da 2-yə böldüyüm zaman cavabı 3 tapıram. 33 daha doğrusu tapıram. 33 nədir? Baxın, 38-dən kiçikdir. Demək ki, burada nə olacaq? Orta molyar kütlə azalır. Keçirəm növbətiyə. Baxın, orada N mol CH4, N mol CO verilib. CH4-ün də molyar kütləsi 28, 28 yenə vurduq. CO-nun da molyar kütləsi 28, 28 yenə vurduq. Burada normalda dəyişməyəcək. Sonra da 2 yenə böləndə cavabı yenə tapdıq 28. Burada azot əlavə edirik. Tutaq ki, 1 mol 28, orta molyar kütləsi 28 idi. Var idi qaz qarşılığın. Onun üzərinə gəldim, nö1 M1 üstəgəl nö2 M2 bölünsün nö1 üstəgəl nö2 düsturundan istifadə edirəm. 1 mol azot, baxın, dəyişməyəcək. Sonra da 1 ilə 1 cəmləndə 2. Yenə mənə 28 verdi. Dəyişmir. Sonra gəlirəm digərinə. N mol CH4. 24 üstəgəl 2, 26 N. Üzərinə gəldim CH4. O da oldu 28. 28 vur N. Böl N üstəgəl N 2. Fikir verin, orta molyar kütləmiz nəyə bərabərdir? Burada 54 N. 54 N-i də 2 N-ə böləndə tapdıq 27 N. Daha doğrusu N-lər ixtisar getdi, 27 tapdıq. Burada da, indi tutaq ki, bu qaz qarşılığının orta molyar kütləsi 27-dirsə, özdə 1 mol götürsəm, 1 27-yə vurdum, üzərinə gəldim, azot 1 vur 28, baxın, böldüm 2-yə, 1 üstəgəl 1-ə. Burada nə qədər aldıq? 55. 55 alanda 55-də 2-yə böldüyüm zaman tapıram 27,5. Fikir verin, 27 idi, 27,5 artdı. Demək ki, nə oldu? Artır. Sonra gəlin növbətiyə. N mol C3H4, bu 3-ü 12-yə vurduq, 36 üstünə 4 gəndə 40, 40 vur N, üstəgəl 16 N, böl N üstəgəl N, yəni 2 N. Burada nə olacaq cavab? 56 ilə 2 ilə böləndə tapdıq 28. Orta molyar kütlə 28-dir. Yenə bura azot əlavə edirəm. Dəyişməyəcək. Bir daha da yoxlayaq. Tutaq ki, bu orta molyar kütləsi 28-dir və mən 1 mol götürmüşəm. 1-i 28-i vurduq, üzərinə gəldik. Yenə azot gəldi. Baxın, 1 vur 28, böldük 2. Yenə də cavab 28 oldu. Burada nə olacaq? Dəyişmir. Nəyə görə 1 mol götürürəm? Çünki burada hesablanan M orada 1 mol qazın orta molyar kütləsidir. Sonra gəldik 17-ci suala. Burada bizə nə deyir? CH4 verilib, kütləsi M, N2 verilib, kütləsi M, həcmi M. Aha, CH4 verilib, onun kütləsi M deyir, həcmi N-ə uyğun gəldi. Azotdur, M-ə uyğun gələcək 4,48. İndi baxaq, burada M kütlədir, aşağıya düşəcək 28. N-in də aşağısına nə düşür? 22,4. Hardan bildik? Çünki həcm verib, normal şərait verib. Burada da aşağıya düşür 28. Həcmdə deyəndə nə tapıram? 22,4. Gətirib, baxın, bu hissələrin hər ikisini 100-ə vururam ki, vergüldən azad edim. 224 ilə 448 ixtisar gedəndə burada 2 qalır. 10 vur M bərabərdir 56-ya. M-i tapdıq 5,6. Buradan tapdığım 5,6-nı gətirib burada M-in yerinə yazıram. 5,6. Demək biz M-i tapdıq 5,6. Bu getdi. İndi gəldik N-i tapmağa. Tənasübümüz 5,6-ya N, 28-də də 22,4 oldu. Baxın, burada indi belə yazın, zərəflərində tam görə biləsiniz. 28, burada da 22,4. Bu hissə, baxın, hər ikisini 10-a vururam, sürət və məxrəcə düşəcəyinə görə. Burada vergüldən azad eləmiş oldum. Bura bir 10 əlavə olundu. 56 ilə 28 ixtisar getdi 2. 2-ni 22,4-ə vuranda 44,8. 10-un bərabərdir 44,8.
N də bərabər olacaq 4'dan %48'e. Sonra geçirik 18-ci sualı. Verib S2H4 və S2H6. Baxın, qarışığın kütləsi 14,4 qramdır. Qarşıdakı moleküllərin ümumi sayısı 0,5 enadır. Biz buradan mol tapsaq, bu nə qədər eləyəcək? 0,5 mol eləyəcək. Sonra qarışığın orta molekyar kütləsini deyir hesablayın. Yəni biz bunu A mol götürək, bunu B mol götürək. İndi bizə deyir qarışığın kütləsi 14,4'dür və qarışıqdakı molekulların ümumi sayısı 0,5 enaya bərabərdir. Biz də oradan nü bərabərdir n bölü n üstündən istifadə edib mol tapanda 0,5 tapdıq. Demək ki, burada A və B cəmi bərabər olacaq 0,5'e. Kütlə də deyəndə, baxın, bunun molekyar kütləsi 28 idi, 28 vurdum A-ya, bunun da molekyar kütləsi 30 idi, 30 vurdum B-yə, cəmlədim, 14,4 tapdım. Demək, A üstə gəl B bərabərdir 0,5. Burada da 28A üstə gəl 30B bərabər olacaq 14,4'e. Gəlin A-nı B ilə əvəz edək, sonra da hesablayıb tapaq. A-nın yerinə yazaram, 0,5 çıx B. Baxın, burada 28, 30, 14,4 ixtisar aparım, biraz sadələşdirim. Mən dayandıracağım videonu, hesablayıb sonunda cavabı birlikdə izləyərik. Baxın, burada mən B-ni 0,2 tapdım, sonra da A-nı hesablayanda 0,5'dən B-ni, yəni 0,2-ni çıxanda 0,3 aldıq. A nə idi? S2H4. S2H4'üm nə qədər oldu? 0,3 mol. S2H4. Bəs S2H6 nə qədərdir? Onda B mol götürmüşdük. O da oldu 0,2. İndi orta molekyar kütləni tapıram. Orta molekyar kütləni tapanda bayaqki düstur növ 1 üstə gəl növ 2 bölünsün növ 1 üstə gəl növ 2 düsturundan istifadə etdik. Burada 0,3'ü vururam 28'e. Üzərinə gəlirəm 0,2 vur 30. Bölürəm mollar cəminə 0,3 və 0,2'nin cəmini oldu 0,5. İndi bunu hesablayım. Burada da hesapladım. Baxın 28,8 aldım. Demək ki, x-imizin cavabı nəyə bərabərmiş? 28,8'e. Bizə deyir qaz qarşısında etilinin həcm payını tapın. Etilinin həcm payı tapanda elə mola görə gedə bilərəm. Etilin nə qədər idi? 0,3. 0,3 bilmirəm neçə faizdir? 1 faiz yazacaq. Ümumimiz nəyə bərabərdir? 0,5'imizdə 100% götürsək. Burada C-ni tapdığımız zaman 0,3 vur 100 böl 0,5. 20, 20'ni də 3'ə vuranda 60% taparıq. Demək ki, etilinin həcm payı nə qədər imiş? 60%. 19-cu suala baxaq. Deyir, qapalı qabda eyni mol miqdarında götürülmüş CO və O2 arasında baş verən reaksiya nəticəsində, reaksiya tənqimimizi yazdıq, maddələrdən biri tam sərf olunub. Eyni mol deyirsə, bunu da A mol götürürəm, bunu da A mol götürürəm. İndi baxın, mol hansının tam sərf olunduğunu edəcəm? Burada A-nı bölürəm. Qarşıdakı var 2 də var. 2'yə, A-nı böldüm 2'yə. Burada nə etdim? A-nı böldüm nəyə? Bu 1-də 1'ə. Hansını da kiçik cavab alaram? Əlbəttə ki, A-nı 2'yə böləndə. Demək ki, mənim buradakı CO tamamilə sərf olunacaq. Oksigenimdən isə artıq qalacaq. İndi görək nə deyir? Digər qazın neçə faizinin artıq qaldığını və reaksiyadan sonra qabda olan qaz qarşının orta molekyar kütləsini hesablayın. Biz baxaq. Demək, belə yazım. Başlanğıc, sərf və son kimi. Və burada da olsun CO, oksigen və üzr istəyirəm, CO2. A mol götürülmüşdü. A mol götürülmüşdü. Bu hamısı sərf olundu, düzdürmü? A-sı da sərf olundu, demək ki 0 qaldı. İndi baxaq görək, CO A mol sərf olunanda. Oksigeni A verib, bəli. Bəs yaxşı, nə qədər oksigen sərf olunub? A-ya bilmirəm nə qədər uyğun gəldi. 2'yə də 1. Biz buradan x-i tapdıq 0,5 A. Demək ki, oksigenimiz 0,5 A sərf olundu. Sonda nə qədər qaldı? 0,5 A qədər də oksigen qaldı. Hardan bildik? A-dan 0,5 A-nı, yəni tam əvvəl veriləndən sonra sərf olunanı çıxdıq. Sonda qalanı tapdıq. Bəs yaxşı, CO2'miz nə qədər alınır? Yenə də onu sərf olunan CO-ya görə tapırıq. Bir y yazsam, 2'yə də 2 uyğun gəlir. Buradan da y ilə nə tapmış olaram? A tapmış olaram. Demək ki, A qədər də CO2 alınacaq. İndi mənə deyir, digər qazın neçə faizinin artıq qaldığını tapın. Baxın, oksigenimiz idi artıq qalan. 0,5 sərf olundu, 0,5'i artıq qaldı. Demək 50% sərf olunub, 50% artıq qaldı. Bu birincinin cavabı. Sonra da deyir, reaksiyadan sonra qabda olan qaz qarşının orta molekyar kütləsini hesablayın. Reaksiyadan sonra, baxın, sonra yəni qalan 0,5 mol oksigen qazıdır. Bir də yeni alınan 0,5 A mol oksigen qazıdır və A mol da CO2'dir. İndi orta molekyar kütləsini tapaq. Burada 0,5 A-nı vururam 32. Üzərinə gəldim. A vur 44. Bölürəm 0,5 A və A-nın cəmini. 1,5 A-ya. Bu isə, gəlin baxaq, 2'də 1'i 32 vuranda 16A, üzərinə gəldik 44A, böldük 1,5 A-ya. Bərabər oldu buradan. Demək, 60A, 60A-nı 1,5 A-ya bölsək, A-larımız ixtisar gedir, bunun 10'u yuxarı qalsa 15 ilə 64, 40 tapmış olaraq. Demək, növbəti ikincinin cavabı nə oldu? 40 oldu. Sonra gəldik digər suala, burada nə deyir? 20'də deyir ki, XO-da A mola uyğun gəlir 5,6 qram, Y-O2-də A mola uyğun gəlir 6,4 qram. XO-nu yazıram, A mola uyğun gəldi 5,6, 1 mola uyğun gəldi, X gəl 16. Burada da Y-O2 verilib. Burada A mola uyğun gəldi 6,4 qram, 1 mola da uyğun gəldi, Y gəl 32. Və mənə aşağıda ipucu verir. Deyir, ayır X-dən ayır Y çıxanda qaldı 8.
Demək, x-in yerinə nə yaza bilərəm? Belə yazıraq da, x çıxılsın y bərabərdir 8-ə, onda x də bərabərdir 8 üstə gəl y. Baxın, indi harada x varsa yanına yazacağım, yerinə yazacağım 8 üstə gəl y. Onda gəlin burada x-in yerinə yazaq 8 üstə gəl y. 8 üstə gəl y üstə gəl 16. Nə olar cavabımız? Bu hissəni silək. Demək oldu y üstə gəl 24. İndi fikir verin bu hissəyə. İkisində də a var. Gəlin burada a-nı tapaq. A nə qədər olacaq? 5 onda 6 böl y üstə gəl 24. Burada a-nı tapsaq nə qədər olacaq? 6 onda 4 böl y üstə gəl 32. İndi baxın, a-ları bir-birinə bərabər edə bilərik. Yəni 5 onda 6 böl y üstə gəl 24-ümüz bərabər olar 6 onda 4 böl y üstə gəl 32. Buradan da 5 onda 6 və 6 onda 4, sonra da 8 yaxşı yaparsaq burada 7, burada 8 qalar. Demək, vursaq, bu hissənin y üstə gəl 24, 8, 8 y üstə gəl 32. 3'də yadda 992. Burada da 7'ni y üstə gəl 32'ye vursaq 7 y üstə gəl 4, 224 olar. İndi y-i sol tərəfə keçirsək y-imiz bərabər olacaq nəyə? 224 çıx 192. O da oldu 2, 3, 32. Demək, y-i tapdıq 32. Bəs yaxşı x-imiz nəyə bərabər idi? 8 üstə gəl y. Onda 8 üstə gəl 32 yazsam, y-imiz nəyə bərabər olacaq? 40-a. Bizdən nəyi soruşur? A-nı tapaq gəlin burada. İstənilən birini də yerinə qoyub hesablaya bilərik. 5 10 a bərabərdir yazıram. Baxın, 5 onda 6 böl nə yazmışdıq? Y üstə gəl 24. Y-in yerinə nə yazıram? 32. 32 üstə gəl 24. Bu da nə qədər elədi? 5 onda 6-nı böldük 56-ya. Nə tapdıq? 0 onda 1. Demək, A-nın cavabı oldu 0 onda 1. Sonra nə edir? X və Y-in emerini tap. X və Y-in, yəni X, Y-in emerini soruşur. Maliyyə kütləsini X-i tapmışıq 32, Y-i də tapmışıq 40. Cəm nə qədər oldu? 72-yə bərabər oldu. Keçirik növbəti sualımıza. Burada 21-də. Bizə nə deyir? Qələvi metal. Qələvi metal deyəndə birinci qrup elementlər nəzərdə tutulur. Qələvi metalın oksidi. Oksid deyəndə X yazıram. Qələvi metalı X kimi götürsəm. Burada oksigendən X çox tipli birləşmə əmələ gətirə bilər. Sonra da deyir ki, hidrid. Hidrid deyəndə XH kimi götürürəm. Burada X1 valentli idi, oksigen 2 valentli idi, X2 oldu. Burada da X1 valentli, hidrogen 1 valentli olduğuna görə XH şəklində qaldı. Sonra bizə nə deyir? Deyir ki, nisbi molekul kütləsi tapanda burada oldu. 2x üstə gəl 16 bərabərdir A-ya. Burada da x üstə gəl 1 bərabərdir B-yə. Sonra deyir A-nı B-yə böləndə 2/35 alınır. A-nı B-yə böləndə, yəni 2x üstə gəl 16-nı x üstə gəl 1-ə böləndə tapdıq 2/35. Gətirib hesablayaq. 2x üstə gəl 16 bərabərdir 2/35 x üstə gəl 2/35. Buradan da 2/35 x-dən 2-ni çıxanda tapdıq 0/35 x. 16-dan da 2/35'i çıxanda qaldı 13/65. İndi bölək görək nə qədər alınır. Baxın, burada x-i 39 tapdım. Bir dəqiqə. Baxın, burada x 39 tapdım. X-in yerinə gətirib 39 yazdım. Demək, bizim qələvi metalımızın nisbi atom kütləsi 39-a bərabərdir. Sonra deyir, qələvi metalın peroksidini, peroksid deyəndə artıq X2O2 şəklində yazacağım. Və hidroksidinin molyar kütləsini hesablayın. Peroksid budur, hidroksid də deyəndə XOH olacaq. Burada molyar kütləni hesablayanda 2 vur 39 üstə gəl 2 vur 16 oldu 32. Demək 78 üstə gəl 32 bizə verdi 110. Burada da 39 üstə gəl 16 üstə gəl 1. Bu da bizə verdi 56. Demək ki, birinci altını yaza bilmədim. 111 oldu, 56-da 1 oldu. Keçirik 22-ci suala, bu son sualdır. Qarşının tərkibi verilib C3H8, sonra verilib CO2, sonra verilib CO. Qarşıdakı maddələrin kütlələri M, 2/8 və deyir qarşının ümumi kütləsi 20/4-ə bərabərdir. Baxın, qarşının ümumi kütləsini tapmaq üçün biz nə etməliydik? Bunları cəmləməliydik. Onda 2M üstə gəl 2/8 bərabər olacaq 20/4-ə. Buradan da 2M'imiz bərabərdir 17/6, M-i də buradan tapanda 8/8. Demək, burada da M-in kütləsi 8/8-dir, burada da M 8/8-ə bərabərdir. İndi deyir, qaz qarşının ümumi həcmini hesablayın. Baxın, biz həcmi hesablayanda birinci nə edə bilərik? Burada molları tapa bilərik, düzdürmü? 8/8 qram C3H8 neçə moldur? Tapanda nə etməliyim? Nü bərabərdir, M böl M üstündən, kiçik M böl böyük M üstündən istifadə edəcəm. Bu M orada verilən 8/8-lərdir, böyük M isə molyar kütlədir. C3H8-in molyar kütləsi 44-ə bərabərdir. Nünü tapmaq üçün 8/8-i 44-ə böləndə 0/2 mol tapdım. Burada yenə 8/8-i CO2-nin molyar kütləsi də 44-dür. 44-ə böləndə 0/2 tapdım. Burada da 2/8 CO2-dur. Onu da molyar kütlə 28-ə böləndə 0/1 tapıram. Baxın, bu da oldu 0/1 mol. Bizə deyir ki, qaz qarşının ümumi həcmini hesablayın. 0/2 mol C3H8-imiz var. 0/2 mol CO2-miz var.
0,1 mol da CO-muz var. Ümumilikdə mol miqdarımız nəyə bərabərdir? 0,5-ə. Nü bərabərdir. V bölü Vm düsturundan istifadə edəcək. V'ni tapanda nə etməliyik? Vm normal şəraitlərinə görə 22,4-ə bərabərdir. Nünün də yerinə baxın, bunların cəmini yazacağım. Yəni 0,5 bərabərdir. Bura 22,4 yazsam. V'ni tapsam nə olacaq? 22,4-ü 0,5-ə, yəni 2 ilə 1-ə vuranda V'ni tapdıq. V'ni tapdıq 11,2. Demək bizim ümumi həcmimiz 11,2-yə bərabərdir. Deyir, qarşının artıq miqdarda oksigenin də yanmasından sonra qabda neçə mol karbon dioksid olar? Baxaq, C3H8-i yandırsaq, buradan alınacaq CO2. Baxın, birbaşa belə yazıram. Burada karbon sayı 3 olduğuna görə qarşısına 3 yazacağım. Sonra CO2 yanmaz. Bax, bu yanmır. Bir də var CO. CO-nu da yandıranda alınır CO2. Burada da reaksiya təmin yazsam, hər birinin qarşısına 2 düşərdi. Amma 1-1 nisbətində götürürəm. Birbaşa yazdım deyə. Gəlin baxaq. C3H8-i nə qədər tapmışdıq? 0,2 mol. Bizə deyir ki, qarşılığın artıq miqdarı oksigenin yanmasından sonra qabda neçə mol karbon dioksid var. Tapaq görə neçə mol var? X mol. 1-ə də uyğun gəldi 3. Biz buradan X-i nə qədər tapdıq? 0,6 mol. Bunu yazdıq 0,6. Sonra reaksiyaya daxil olmayan CO2'miz var idi. O nə qədər idi? 0,2. Və indi CO-nun sərf olunmasından CO2-ni tapaq görə o nə qədərdir? 0,1-ə bilmirəm nə qədərdir. 1-ə 1 uyğun gələndə tənasübümüzü quranda Y-də 0,1 tapmış olduq. Demək 0,1 molda CO-dan CO2 alınır. Bizdən də ümumi karbon dioksidin mol sayını soruşduğuna görə cəmləyirik bu hissəni. Oldu 0,9. Başqa sualımız yoxdur. Diqqətiniz üçün minnətdarım.